Salam uşaqlar, bugün biz yeni bir başlıqla tanış oluruq. Müxtəlif növlərdə elektrik cərəyanı. Ümumiyyətlə nə idi elektrik cərəyanı? Elektrik cərəyanının yaranması üçün bizim iki şərtimiz olmalıydı. Birincisi dövrə qapalı olmalıydı, oradan cərəyan keçsin. İkincisi də ki, cərəyanın axması üçün potensiallar fərqi olmalıydı. İndi isə biz bugünkü mövzuda baxırıq ki, müxtəlif mühitlərdə biz sadəcə metallardan, ötən dəstə metallardan danışmışdıq. İndi isə bizə maraqlıdır ki, müxtəlif mühitlərdə bəs elektrik cərəyanı necə yaranır? Hansı yük daşıyıcıların vasitəsilə yaranır və orada müqavimət həmin o yük daşıyıcılara necə təsir edir? Bu bölmədə bunlar haqqında ətraflı şəkildə danışacağıq. Və 5 başlığımız var. Birincisi metallardır. Daxilində ifrat keçiricilər haqqında danışırıq. İkincisi vakuumda cərəyan. Üçüncüsü yarım keçiricilər, elektrolitlər, daha sonra da qazlar haqqında danışırıq. İlk başlığımız metallarda elektrik cərəyanıdır. Biz sabit cərəyan qanunlarını keçdikdə birbaşa metallar haqqında danışmışdıq. Metallarda elektrik cərəyanını daşıyan yük daşıyıcılarımız məhz sərbəst elektronlarımız idi. Atomlar isə elektrik keçiricilikdə iştirak etmir. Əksinə, həmin bu metalın daxilindəki elektronlar hərəkət etdiyi zaman kristal qəfəsin düyünlərindəki ionlarla toqquşmaya başlayır. Həmin bu toqquşma nəticəsində elektronların nizamlı axını pozulur, müəyyən qədər zəifləməyə başlayır. Biz bu zaman deyirik ki, metalda elektronlar müqavimətə rast gəldilər. Uşaqlar, yaxşı, indi biz bilməliyik ki, metalda müqaviməti artıran nədir? Biz əgər metalı qızdırsaq, temperaturunu artırsaq, bu zaman onun müqaviməti artacaqmı, azalacaqmı? Bunun haqqında gəlin danışaq. Uşaqlar, biz bilirik ki, temperaturu artıranda bu zərrəciklərin hərəkəti intensiv hal almağa başlayır. Xaotik olaraq hərəkət edirlər. Təsəvvür edin ki, zərrəciklər xaotik olaraq ora-bura hərəkət edirsə, bu zaman nə baş verəcək? Bu zaman sanki elektronların keçməsinə mane olacaqlar. Daha çox mane olacaqlar. Bunu asan bir yolla belə yadda saxlamaq olar. Uşaqlar, bunu sadə bir şəkildə futbolla da yadda saxlaya bilərsiniz. Bu necədir? Bu bizim topumuzdur. Topu qapıya keçirmək üçün nə olmalıdır? Uşaqlar, yadda saxlayın. Məsələn, təsəvvür edin, burada qapıcımız durub. Əgər qapıcı bir yerdə dayansa, yəni həmin o metal daxilindəki ionlar sərbəst şəkildə bir yerdə dayansa, təbii ki, eyni bir yerdə dursa, topu qapıya vurmaq daha rahat olacaq biz üçün. Yəni cərəyan daha rahat formada gəlib keçəcək. Amma əgər mən temperaturu artırsam, temperaturu artırmaq nə deməkdir? Hərəkət sürətini artırmaq deməkdir. Yəni qapıcı tez-tez o tərəf bu tərəfə doğru qaçır. Onda nə edəcək? Bu topa nə etmiş olacaq? Daha çox müqavimət göstərmiş olacaq, daha yaxşı tutmuş olacaq. Yəni, əgər temperaturu artırsam, əgər mən bu qapıcının hərəkət sürətini artırsam, o tərəf bu tərəfə çox yaxşı şəkildə qaçsa, onda nə olacaq? Mənim müqavimətim də, yəni bu cərəyana, bu topa qarşı olan müqaviməti də artmış olacaq. Yəni, bizim metallarda temperatur müqavimətdən düz mütənasib olaraq asılıdır. Həmin bu asılılığı biz əgər düstur şəklində göstərsək, R bərabərdir. R 0 vurulsun 1 plus alfa T şəklində də göstərə bilərik. Bu nədir? Uşaqlar, delta T-ni bəzən kiçik, bəzən də böyük hərflə yazırlar. Yəni, burada heç bir qarşılıq salmağa ehtiyac yoxdur. Uşaqlar, burada önəmli olan nədir? Biz baxırıq ki, müqavimət temperaturdan düz mütənasib olaraq asılıdır. Həqiqətən də düsturla da isbat etmiş olduq ki, nə qədər temperaturumuz çox olsa, müqavimət də o qədər çox olacaq. Yəni, cərəyanın keçməsi bir o qədər azalmış olacaq. Müqavimətin temperaturdan asılı qrafikinə baxsaq, həqiqətən də xətti olaraq düz asılıdır. Sadəcə olaraq bir dənə şərti diqqətdə yetirin ki, R0-dan, yəni müəyyən bir qiymətdən başlayaraq artır. Çünki burada müəyyən bir R0 qiymətimiz var idi. Uşaqlar, R0 nədir? R0 naqilin 0 dərəcə Selsi temperaturdakı müqavimətidir. Alfa sıfırımız isə bizim temperatur əmsalıdır. Əgər biz bu düsturu bu şəkildə yazsaq, vurub atsaq, R bərabərdir. R0 üstə gəlinsin. F0 vurulsun. Alfa delta T şəklində yaza bilərik. Əgər buradan alfa 0 tapmaq istəsək, alfa
bərabərdir. Yuxarıda f çıxılsın f0. Aşağıda isə f0 vurulsun delta t şəklində yazırıq. Yaxşı, bəs biz temperatur əmsalına, müqavimətin temperatur əmsalına tərif versək nə deyərik? Uşaqlar, tərifi bu şəkildə deyə bilərik ki, müqavimətin temperatur əmsalı temperaturumuzu 1 Kelvin qızdırdığımız halda, yəni yerinə 1 yazırıq. Temperaturu 1 Kelvin artırarkən müqavimətin nisbi dəyişməsinə bərabər olan kəmiyyətə biz deyirik müqavimətin temperatur əmsalı. Temperatur əmsalı birdən böyük qiymətlər alır. Bunu da nəzərinizə çatdırın. Əgər müqavimətin temperatur əmsalının vahidini tapmaq istəsək, vahidimiz bu şəkildə olacaq. Yuxarıda f çıxılsın f0, yəni ikisinin də vahidi olacaq ohm. Aşağıda da yenə də f0-ın vahidi ohmdur. Ohmlar ixtisar gedir. Aşağıda bir dənə temperatur qaldı. Yəni alfanın vahidi 1 bölünsün Kelvin və yaxud da Kelvin üstündə mənfi 1 şəklində də yazmaq mümkündür. Uşaqlar, bundan əlavə sabit cərəyan qanunlarında biz ohm qanunu haqqında danışmışdıq. Yadda saxlayaq, metallarda cərəyanın gərginlikdən asılılığı elə ohm qanununa tabe olur. Metallardan keçən cərəyan şiddəti gərginliklə düz mütənasib, müqavimətlə isə tərs mütənasib asılı olur. Buna görə də volt-amper xarakteristikasına görə bizim cərəyan şiddətinin gərginlikdən asılılığı düz mütənasib asılılıqdır. Yenə də əvvəlki dərsdə olduğu kimi burada da bizim müqavimətimiz F i-dən u-dan asılı olmayacaq. F-in özünün xüsusi düsturu var. F bərabərdir ρ bölünsün S düsturu ilə ifadə olunacaq. Uşaqlar, burada ρ'muz xüsusi müqavimətimizdir. Eyni şəkildə necə ki müqavimətin temperaturdan asılılıq düsturunu vermişdik, eyni şəkildə də ρ0, yəni xüsusi müqavimətin də temperaturdan asılılığı düz mütənasib asılıqdır və düsturumuz da bu şəkildədir. Uşaqlar, daha sonra metalda cərəyanın təsirləri haqqında da danışa bilərik. Cərəyanın burada iki təsiri var yalnızca. İstilik təsiri və maqnit təsiri. Uşaqlar, istilik təsiri nədir? Təbii ki, biz bilirik ki, metaldan cərəyan keçsə, müəyyən qədər həmin o metal naqil qızmağa başlayacaq. Ona görə də biz deyirik ki, orada istilik təsiri ayrılır. Həmçinin də metaldan cərəyan keçəndə onun ətrafında müəyyən bir maqnit sahəsi yaranır. Heç bir maddə daşınmadığına görə isə kimyəvi təsir olmayacaq. Uşaqlar, ümumiyyətlə yadda saxlayaq. Kimyəvi təsir bu 5 mühitdən yalnızca birində olacaq. Çünki orada həmin mühitdə maddə daşınması baş verir. O da məhlullardır. Uşaqlar, indi isə baxırıq, ifrat keçiricilər nədir? Deməli, biz deyirik ki, bəzi maddələr çox aşağı temperatura qədər soyudulduqda müqavimətləri kəskin aşağı düşür. Məsələn, elə bir maddə var ki, onu müəyyən bir temperatur, hər bir maddənin özünə məxsus temperaturu olur ki, onu həmin temperatura qədər soyutsaq, müqavimət kəskin olaraq aşağı düşür və bir müddətdən sonra o birbaşa sıfıra enir. Bu zaman ifrat keçirici halına gəlir. Biz onda deyirik ki, həmin o temperatura biz böhran temperaturu deyirik. Böhran, yadda saxlayın, böhran temperaturu. Uşaqlar, böhran temperaturu nədir? Yadda saxlayın, böhran temperaturunda ifrat keçiricilərin istilik təsiri olmur. İfrat keçiricilərin istilik təsiri olmamasının səbəbi izah eləyək ki, nəyidən asılıdır? Biz sadəcə söz olaraq çox vaxt deyirik ki, istilik təsiri yoxdur, amma tam dərk eləyə bilmir, yadımızda qalmır. İstilik təsirinin olmaması o deməkdir ki, uşaqlar, İstilik deyəndə biz bilirik ki, istilik miqdarı Q nə ifadə olunurdu? Bizim düsturlarımızda deyirdik ki, I kvadrat RT və yaxud da U kvadrat bölünsün R vurulsun T və sair şəklində düsturlarımız var idi. Uşaqlar, biz deyirik ki, ifrat keçiricilərdə fikir verin, baxın, müəyyən qədər müqavimətimiz azalır, daha sonra sıfıra qədər inir. Yəni sıfır olur, kəskin olaraq sıfıra düşür. Əgər müqavimətimiz sıfırdırsa, müqavimətlər sıfırdırsa, biz necə burada istilikdən danışa bilərik, söz aça bilərik? Ona görə də həmişə yadda saxlayın, müqavimət sıfır olduğuna görə burada artıq ifrat keçiricilərdə heç bir istilik təsirindən danışa bilmərik. Yalnızca və yalnızca maqnit təsiri burada olmuş olacaq.
Dediyim kimi, hər bir maddənin özünə məxsus bir ifrat keçirici, yəni böhran temperaturu var. Məsələn, bizim civənin böhran temperaturu 4,1 Kelvindir. 4,1 Kelvinə gələndə artıq civə öz xüsusiyyətlərini tamamilə itirmiş olur. Yəni artıq o sanki həmin o metal halından çıxmış olur. Uşaqlar, indi isə ikinci başlığımıza keçid alırıq. Vakuumda elektrik cərəyanı. Uşaqlar, belə düşünəndə insana absurd gəlir. Vakuum nədir? Havasız şəraitdir. Orada necə ola bilər ki, elektrik cərəyanı keçsin? Axı havasız şəraitdə elektrik cərəyanının keçməsi bizə mümkün gəlmir. Uşaqlar, deməli ayrı halda həqiqətən də vakuumda elektrik cərəyanı keçə bilməz. Deməli burada əgər elektrik cərəyanının keçməsindən söhbət açılırsa, deməli burada hər hansı bir kənar bir təsir var. Kənar bir qüvvə var. Onda uşaqlar, gəlin biz vakuum dioduna baxaq. Vakuum diodunun görünüşü baxın bu şəkildədir. Bu bizim vakuum diodumuzdur. Görürsünüz ki, vakuum diodu ümumiyyətlə vakuum balonuna salınmış katod və anod adlanan iki dənə elektroddan ibarətdir. Anod elektrodu və katod elektrodundan ibarətdir. Uşaqlar, bir sözlə yadda saxlayaq. Anod müsbət, katod isə mənfi yüklü elektrodlardır. Bir dənə də burada qırmızı ilə göstərilmiş bizim nəyimiz var? Közəlmə telimiz var. Həmin o közəlmə telini biz adi qızdırıcılar kimi də düşünə bilərik. Uşaqlar, burada nə baş verir? Deməli, metal katod qızdırıcı tellə təchiz olunur. Görürsünüz, katodun yanına qızdırıcı tel gətirmişik və onu qızdırırıq. Qızdırandan sonra müəyyən bir müddətdən sonra təbii ki, o elektron buraxmağa başlayacaq. Həmin bu katoddan elektronlar qopmağa başlayacaq. Həmin o qopan elektronlarımız da katoddan qopan elektronlar nə edəcək? Anoda doğru hərəkət eləməyə başlayacaq. Uşaqlar, katoddan anoda doğru hərəkət başlandı. Yəni elektronlar selinin müəyyən bir hərəkəti başlandı. Deməli, biz deyə bilərik ki, artıq bu dövrədən nə baş verəcək? Cərəyan keçməyə baş verəcək. Görürsünüz uşaqlar, yəni süni şəkildə katod və anod sayəsində katodu qızdırmaqla elektronu oradan qopardıq və anoda doğru yola saldıq və bu zamanda burada süni şəkildə cərəyan yaratmış olduq. Biz buna deyirik ki, uşaqlar, ümumiyyətlə metaldan elektronun qopması, yəni metaldan qızarkən özündən elektron ayrılması prosesinə biz deyirik termoelektron emissiya hadisəsi. Yaxşı uşaqlar, bütün əgər enerjilərdə biz götürüb oradan elektron qopara bilərik, təbii ki, elə deyil. Uşaqlar, elektrona elə bir enerji verməliyik ki, onun oradakı çıxış işindən həmin enerji böyük olsun. Böyük və yaxud da böyük bərabər olsun. Bunu da yadda saxlayın. Deməli, elektrona verdiyimiz enerji kinetik enerji, onun çıxış işindən, onu çıxartmaq üçün lazım olan işdən gərək böyük olsun. Məlum məsələdir, məsələn, bir əşya almaq istəyirsən, onun qiyməti 10 manatdır. Onda sənin cibində gərək ən azı 10 manat və yaxud da 11 manat olsun ki, yəni 10 manatdan yuxarı bir pul olsun ki, sən o əşyanı ala biləsən. Və bu da eyni şəkildə. Biz əgər çıxış işindən böyük enerji verə bilsək, həmin o elektronlar metalı tərk eləyəcək və artıq yük daşıyıcı halına gəlmiş olacaq. Ona görə də deyirik ki, vakuum diodunda əsas yük daşıyıcılar bizim nəyimizdir? Elektronlarımızdır. Həmin elektron necə yarandı? Termoelektron emissiyası nəticəsində katoddan qoparıldı. Dediyimiz kimi, katoddan qopan elektronlar anoda doğru hərəkət edir, nizamlı şəkildə hərəkət edir. Bu zaman anoda çatır, dövrə qapanır və oradan cərəyan keçmiş olur. Amma əgər dövrəni tərs qoşsaq biz, anodu mənfiyə, katodu müsbətə qoşsaq, bu zaman ampermetrin göstərişi 0 olacaq. Çünki dövrə qapana bilməyəcək. Ona görə də həmişə yadda saxlayın uşaqlar. Anod müsbətdir, ona görə dövrənin müsbət qütbünə birləşir. Görürsünüz, anod müsbətdir və müsbət qütbə birləşdi. Katod isə mənfidir. Sonra biz bunu maraqlı şəkildə belə də yadda saxlayırıq ki, biz müsbət hissəni anoda bağlamalıyıq. Çünki insana həyatı verən anadır, düzdür? Uşaqlar, ona görə də müsbətdən başlayıb cərəyanımız gəlmirdi. Onu da anoda bağlayıq. Bunu belə maraqlı bir şəkildə yadda saxlaya bilərik.
Uşaqlar, əsas məsələmiz burada nədir? Temperaturu artırsaq, vakuum diodunda müqavimət azalırmı, artırmı? Uşaqlar, yadda saxlayın. Biz dedik ki, elektronlar burada cərəyanı ötürdü. Elektronların bəs yaranması üçün əsas şərt nə idi? Orada katodu qızdırmaq. Yəni közəlmə telini qızdırmaq. Yəni temperaturu nə qədər biz artırsaq, oradan bir o qədər çox elektron qopmuş olacaq. Həmin o elektronlar da nə edəcək? Dövrədə cərəyan yaradacaq. Yəni həmin elektronlar nə edə uşaqlar? Cərəyanın yaranmasına əslində kömək elədi. Əgər cərəyan daha çox yarandısa, nə qədər qızdırsaq, o qədər çox cərəyan yaranırsa, biz onda deyə bilərik ki, temperaturumuz burada deməli nədən düz asılıdır? Cərəyanın əslində düz asılıymış. Onda müqavimətlər necə asılı olmuş oldu? Müqavimətdən tərs mütənasib olaraq asılı oldu. Uşaqlar, yenə də burada volt amper xarakteristikasını öyrənməliyik. Volt amper xarakteristikasına baxsaq, metallarda ohm qanunu ödənilirdi. Burada isə ohm qanunu ümumiyyətcə ödənilməyəcək. Uşaqlar, volt amper xarakteristikasına baxsaq, ümumiyyətlə yadda saxlayın. Volt amper xarakteristikası i'nin u'dan asıllığıdır. Yəni bütün biz bu 5 başlığın 5-də də bunu öyrənəcəyik. Birinci başlıqda düz mütənasib asılı idi. İndi gəlirik ikinci başlığa. Yadda saxlayaq uşaqlar. Gərginlik artdıqca cərəyan şiddətimiz də artır. Burada volt amper xarakteristikasını da rahat şəkildə görə bilirik. Amma fikir verin uşaqlar, müəyyən bir qiymətə qədər artıb, ondan sonra isə düz olaraq davam edib. Yəni heç bir dəyişim baş verməyib. Bunun səbəbi nədir? Uşaqlar, biz dedik ki, süni şəkildə bu katodu qızdırdıq, oradan elektronları qopardıq. Elektronlar qopdu, gəldi və cərəyan yarandı. Yaxşı uşaqlar, həmin katodda müəyyən bir qədər elektron var da. Müəyyən bir müddətdən sonra həmin o elektronlar bitmiş olacaq. Onda biz nə deyəcəyik? Deyəcəyik ki, cərəyan maksimal olaraq keçdi, qutardı. Orada nə yarandı? Doyma cərəyanı yarandı. İ doyma. Həmin bu sabit olan qiymətə biz deyirik İ doyma cərəyan şiddəti. Ümumiyyətlə doyma cərəyan şiddəti deyirik. Uşaqlar, doyma cərəyan şiddətinin düsturu I bərabərdir Q bölü T ilə ifadə edirik. Q-nün də yerinə N-yə bölünsün. T şəklində də yazmaq olar. Kinetik enerji mv kvadrat bölünsün 2 və yaxud da YU şəklində yazmaq mümkündür. Birinci mövzudan da bunlar haqqında danışmışdıq. Uşaqlar, yaxşı. Bəs soruşa bilərsiniz ki, bu doyma cərəyan şiddətinin qiymətini artıra bilərikmi? Doyma cərəyan şiddətinin qiymətini artırmaq mümkündür. Hansı şəkildə? Uşaqlar, biz dedik ki, axı bu temperaturdan düz asılıydı. Ona görə də əgər ikinci haldakı temperaturumuz birinci haldakı temperaturdan böyük olarsa, bu zaman buradan keçən elektronların sayı da birinci halda böyük olmuş olacaq. Onda bizim elektronlar hərəkət sürəti də ikinci halda birincidən böyük olmuş olacaq. O zaman biz əgər bu qrafiki yenidən çəksək, bax bu şəkildə də çəkə bilərik. Doyma cərəyanımız da görürsünüz uşaqlar müəyyən bir qiymət olaraq artmış oldu. Uşaqlar, vakuum diodunda da digər metallarda olduğu kimi istilik təsirimiz var. Maqnit təsirimiz var, amma kimyəvi təsirimiz yenə də yoxdur, çünki maddə daşınması baş vermir. Yaxşı, uşaqlar, biz ümumiyyətlə vakuumla danışırıqsa, iki cihaz haqqında danışmalıyıq, iki cihazı yadımızda saxlamalıyıq. Birincisi vakuum diodudur, ikincisi də ki, elektron şüa borusudur. Uşaqlar, elektron şüa borusu elektrik siqnallarını işıq siqnallarına çevirən qurğudur. Bunu yadda saxlayın. Elektrik siqnallarını işıq siqnallarına çevirir. Bunun da iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. Daha sonra burada isə zərrəciklərin elektrik sahəsində meyl etməsindən təbii ki istifadə olunur.